Hamıya salam. Bugünkü vlogumuz çox maraqlı olacaq. Çünki qaynanam bizə gəlmişdi və biz günümüzü çox yaxşı dəyərləndirdik. Qaynanan sözünü də ona görə deyirəm ki, siz başa düşəsiniz ki, mənim qaynanamdır. Amma qaynana deməyi bin şahid istər. O bizim yoldaşımız, sirdaşımız, ürək sözümüzü dediyimiz mamamızdır və başladıq biz shoppingimizə. O da shopping eləməyi xoşlayır, mən də. Belə baxanda hansı qadın alış-veriş etməyi sevmir ki? Sən görsən. Ayağında bax görürəm. Sən o çox. Həm o bu nədir? Nədir bu belə mama? Koftasıdır, şalvarıdır. Biz Əhmədə tərəfə getmişdik və orada çox yaxşı endirimlər vardı. Bu neçədir? 10 manatdır. Məsələn, bu eynəklər hamısı 10 manat idi və məncə bunların arasından çox yaxşı seçim etmək olardı. Bu da yaxşıdır. Bunu taxanda çolluq görsənir. Bu sənkinəndir. Mən də bilirəm belə var da sənin. Gözəl bir əşya gördükdə ona insan almaq istəyir sezonuna baxmayaraq. Məsələn, bu ayaqqabı kimi sezonu olmasa da çox gözəl görünürdü. Və onu da qeyd edim ki, bütün ayaqqabılar 80% endirimə düşmüşdü Las Vegas mağazasında. Çox gözəl, geniş, rahat, sərin bir mağazaydı. Ürəyiniz istədiyiniz kimi alış-veriş etmək olar bu mağazada. Həm yeni kolleksiya vardı, həm də endirimli mallar vardı ki, içlərindən seçim etmək olar. Bizim isə xanımın əlindəki qutu oldu. Bu 89 manat. 89. Çarşkalar 12 manat. Bu ne qəşəngdir mama. Deyə bu səhər yeməyi setdir. Elə bir ki. Qəşəngdir. Buna bax elə. Bunun elə bir azdır qabları. Qabları azdır. Satılmır da. Bunlar təkli satılmır da. Məncə yox. Hadi qəşəngdir. Bir dənəsi 17 manat. Bir dənəsi də 17 manatdır. Bu da 10. Bu da 17-dir. Bu 80 manatdır. Bu nədə maskara var balaca. Mağazaları gəzdikdən sonra həm çox yorulmuşduq, həm də acımışdıq. Ona görə həm sərinləmək və yemək yemək üçün oturduq bir kafedə. Kiçik bir yer olsa da yeməkləri çox dadlıydı. Elə bahalı restoranlar olur ki, gedirsəniz yeməkləri sıfır, amma burada çox yaxşı idi. Biz yenə burada günümüzü bitirmədik və uşaqları da götürdük. Getdik axşamüstü Marivanlara. Sifarişimizi verdik və burada isə gözləyirik. Menyunu gətirəndə də çox maraqlı olur menyuları. Üstündə qaşıq və çəngəl olur. Qədimi rus dilində. Onu da bilməyənlər üçün qeyd edim ki, burada bu restoran əsasən rus adət-ənənə özündə əks etdirir. Şimdi gəldi. Bu kimdir? Balaca gilas gəldi. Çeşmədi mi? Buranın interyeri o qədər maraqlıdır ki, hər bir detalında keçmişi özündə əks etdirir.
Biz bura birinci dəfə gələndə mən maraqlandım. Burada uşaq otağına da baxdım və çox xoşuma gəldi. Dedim gələn dəfə uşaqları da gətirərik. Burada oynasınlar. Uşaqlı ailələr üçün restoranda uşaq otağının olmağı çox əlverişlidir. Çünki uşaqlar orada əylənirlər. Siz də oturub rahat istirahətinizi edə bilirsiniz. Restoranda uşaq otağı olmayanda çox çətin olur. Yəqin ki, uşaqlı ailələr mənə yaxşı başa düşər. Burada isə uşaq otağı ödənişsiz idi və uşaqlar istədikləri kimi girib burada əylənə bilirdilər, oynaya bilirdilər. Bura balaca maşa otağı da demək olar. Uşaqlar buranı özləri gəlib kəşf eləmişdilər. Kişi VCC, qadın VCC və əl üzümə otağı da ayrı idi. Heyf ki, YouTube-da mən bu musiqiləri kəsmək məcburiyyətində qalıram. Bu musiqi sədaları altında gəzəndə oraları, keçmiş xatirələr insanın yoluna düşür. Bu köhnə mağın otağı. Ayakkabılar da var. Bu köhnə qonaq otağı insana kiçicik də olsa keçmişə səyahət etdirir. Bura isə oranın bağçası idi, yəni açıq teras hissəsi də var. Ödəniş üçün gətirdikləri bu kaşloku görəndə isə mən şoka düşdüm nənəmin kaşlokundan. Her şey adam keçmişe doğru aparır. Hə, adamın uşaqlığı yadına düşür. Əlbəttə ki.